Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də hər zaman olduğu kimi hər bazar günü ARB kanalında Şəfalı Həyat sizinlədir. Təbii ki, Şəfalı Həyat sizinlədirsə, deməli bugün faydalı məsləhətlər, maraqlı qonaqlar, gözəl ifalar və təbii ki, mən həkim dietoloq Şafa Yərcigərovanın sizinlə paylaşacaq gözəl reseptlərim sizinlə olacaq. Odur ki, diqqətiniz məndə olsun, bir saat ərzində bizdən gözünüzü ayırmayın. Çünki bugün qaçırılmaz bir məlumatlar olacaq, hansı ki, hər bir insan üçün maraqlıdır. Və istəyirəm elə qonaqlarımızı təqdim edim və ondan sonra da söhbətlərimizi, ifalarımızı davam edim. Bugün studiyamızın qonağı Azərbaycanda hər kəs onu tanır, hətta Azərbaycandan da kənarda onun konsertlərini, ifalarını sevən yüzlərlə, milyonlarla insanlar var. Təbii ki, mən də onu çox sevirəm. Mənim əzizim, çox sevimli müğənnimiz, Respublikanın əməkdar artisti Gülüstan xanım Əliyeva bugün studiyamızın qonağıdır. Xoş gəldiniz Gülüstan xanım. Bizim gözəlimiz, sevimlimiz, əzizim. Xoş gördük. Necəsiniz? Çox sağ olun. Hər zaman sizi studiyamızda görməyə çox şadıq. Əlbəttə ki, sizin o dəyərli məsləhətlərinizlə, sizin o şəfalı tövsiyələrinizlə bütün izləyicilərimiz, qadın kişi fərq eləməz, özü üçün bir şeylər götürürlər, öyrənirlər və əlbəttə bu bizi də çox sevindirir və həmişə yanınızdayıq, həmişə bir yerdə var bərabərik. olasınız, biz də sizi çox sevirik. Sağ olun canım. Və bu elə belə bir söz deyil, bu doğrudan da ürəkdən gələn bir, o belə də insanlar hər zaman mənə deyirlər ki, Şəfa xanım, siz işdə necəsiniz, məsələn, tədbirlərdə necəsiniz, efirdə deyilərsiniz. Doğrudan da mən bir insanı sevirəm, siz sevirəm, siz də bizim sevimli, nəinki mən, sizi bütün insanlar, hər kəs sevir. Təşəkkür edirəm. Xalqımıza minnətdaram. Çox sağ olun. Siz zəhmət olsa buyurun, əyləşin elə divanda. Mən istəyirəm elə Gülüstan xanımın gözəl salamlaşmasından sonra istəyirəm digər qonaqlarımızı dəvət edim. Hətta keçən efirdə də nəzərinizə çatdırdım ki, biz bugün məhz bədəndə ödəmi olan insanlar necə etsinlər ki, bax elə bu ödəmləri aradan götürsünlər, pastozluğu aradan götürsünlər və bunun sadə bir sirri var. Elə bu sirrini də bugün studiyamızın qonağı Pilates üzrə mütəxəssis Body Balance Akademiyasının məzunu Gülnar xanım Əliyeva bugün studiyamızın qonağıdır. İstəyirəm onu da dəvət edim. Çünki o sirləri məhz o peşəkar şəkildə bugün sizinlə paylaşacaq. Buyurun Gülnar xanım, xoş gəlmişsiniz. Necəsiniz? Onu da nəzərinizə çatdırım ki, Gülnar xanım artıq 10 ildən çoxdur mənim pilates məşqçimdir. Özünüz də görürsünüz formamı. Yəni, əvəz olunmazdır mənim üçün. Hara getməyindən asılı olmayaraq deyirəm ki, Gülnar xanım, siz harada, mən də orada. Sizə təşəkkür edirəm. Var olasınız. Siz işinizin peşəkarısınız. Bu bir söz deyil, bu bir reklam da deyil. Mən məzlərəm, pilates məşqçilər çoxdur. Amma mən deyərdim, Azərbaycanda belə deyək də, möhürünü etmiş və sözlü demiş və işinin peşəkarı ilə Gülnar xanım Əliyevadır. Çox sağ olun Gülnar xanım, xoş gəlmişsiniz. Buyurun, əyləşin. Sizdən bugün o sirlərimizi alacağıq və istəyirəm bizim növbəti qonağımızı təqdim edim. Sözün əsl mənasında bir yerdəydim və elə orada dedim ki, yox, siz sabah bizim efirimizə gəlməlisiniz. Çünki bizim mövzumuz nədir? Məhz limfa drenaj, o xanımlardır, bəylərdir, fərqi yoxdur. İnsanın birinci növbədə qocalması nədən irəli gəlir? Bədənində başlayır, üzündə, bədənində şişkinlik yaranır və o şişkinliyi aradan götürə bilmir insan. Bir müddətdən sonra baxırsınız ki, insanda başlayır qocalma. Bax, elə o qocalmanın da qarşısını almaq üçün kim deməlidir? Bugün studiyamızın qonağı, işinin peşəkarı, illərdir artıq mənim dostum olan, Azərbaycanda Babyface metodikasının yaradıcısı, təbii cavanlaşma, məhz onu da vurğulayaraq deyirəm, təbii cavanlaşma, bu çox önəmlidir. Təbii cavanlaşma üzrə ekspert, kosmetolog Nurlana xanım Miyabi bugün studiyamızın qonağıdır. Sözün əsl mənasında dünənlər demişəm, mütləq bugün olmalısınız. Xoş gördün Nurlan xanım. Hər zaman siz gələsiniz. Təşəkkür edirəm. Dəvətiniz üçün. Maşallah, sizə baxanda artıq insan başına düşür ki, təbii gözəllik və təbii cavanlaşma nə deməkdir? Təşəkkür edirəm gözəl Şəfa xanım dəvətiniz üçün və bu yeni ildən sonra ilk dəfə bu gözəl studiyanızda həqiqətən çox xoş oldu görüşmək bir də sizinlə. Təşəkkür edirəm Nurlan xanım. Siz zəhmət olsun, buyurun əyləşin. Artıq qonaqlarımı təqdim etdim və bugün çox maraqlı bir mövzu ilə bağlı
bağlı sizinlə və bugün müzakirələr olacaq. Elə istəyirəm Gülstan xanım da öz fikrini desin. Təbii ki, Gülnar xanım bir mütəxəssis kimi, pilates məşqçisi kimi deyəcək və Nurlana xanım Miyabi də öz işlərini belə öz qızıl əllərinlə onu izah edəcək ki, necə etmək olar. Və mən də təbii ki, sizin dietoloq Şafiyə Cigərova bugün mətbəxdə sizinlə möhtəşəm bir smuzini paylaşacağım. Hansı ki, həm cavanlaşdırır, həm immuniteti qaldırır, həm dəridə olan o gözəl təravətlənməni daha da artırır və təbii ki, sizi formada saxlayır. İndi isə istəyirəm elə verilişimizi, mövzumuza keçək. Elə təbii yolla cavanlaşma. Bəlkə Gülstan xanımın bir ifasından başlayaq, sonra keçək. Gəl elə Gülstan xanımın gözəl bir ifasından başlayaq. Çünki hal-hazırda bizi baxan xanımlar o gözəl bir enerjisini alsın. Ondan sonra da müzakirəmizi davam edək. Hamı gəldi, gedərdi, səndən özgə yalandı. xanım yenə də öz belə gözəl ifalarından, gözəl kübarlığından, xanım xatınlığı ilə özünü insanlara sevdirir və valih edir. Gülstan xanım, onu da deyim ki, Azərbaycanda ilk dəfə, belə deyim də, səs salmış
və onu da vurğulamaq istəyirəm ki, sizin bu il 30 illik deməli yaradıcılıq teatr fəaliyyətimizin 30 illiyidir və bilmirəm bu təsadüfdür, yoxsa məsələ 30 illiyə bu həsr olunub. Azərbaycanda ilk dəfə böyük bir layihəni siz etdiniz və bu ilkdir. Deməli süni intellektlə böyük bir yeni layihə elətdiniz. Mən istərdim bu haqda danışam. Bu təsadüfən 30 illiyə həsr olunub, yoxsa siz bunu düşünürdünüzmü? Necə oldu bunu yaratdınız? Şabax xanım, həyatda təsadüf deyilən bir şey yoxdur. Hər bir şey nə baş verirsə, deməli onun bir təməli var, səbəbi var. Əlbəttə ki, bu dövrlər, yəni son illər artıq sanki dünyada bir dəyişim, bir dönüşüm zamanıdır və hamımız bu, necə deyim, o digitallaşmağa, yəni siz də onu ayaqlaşırsınız. Çalışıram edim. Əlbəttə ki, mən musiqiçiyəm, əlbəttə ki, mən öz sahəmdə, öz sənətimdə nəsə bir şey eləməyi düşünürdüm. Bu, əslində, bu layihə keçən ildə mənim ağlımdaydı, yəni bu qərara gəlmişdim ki, bunu edim və bunu edə biləcək insanlar araşdırırdım, axtarırdım və tapa bilmirdim və süni intellekt ümumiyyətlə muğam oxuya bilmir, süni intellekt. Ona görə bu mənim üçün daha çətin idi və mən operanı süni intellektə gətirmək bu daha çətin idi. Bunu araşdırdım, uzun sürən araşdırmalardan sonra Kənan Ağayev adlı bir gözəl, bir bacarıqlı, savadlı bir gəncimizi tapdım. Sağ olsunlar dostlar, yönləndirdilər məni və bu gəncimizlə, bu istedadlı dizaynerdir, həm fotoqrafdır, həm videoqrafdır, yəni çox bacarıqlı bir Gülstan xanım, gəl elə bu arada bütün o gözəl bizim savadlı, istedadlı, kreativ olan gənclərimizə bir alışlar gəlsin. Bütün o gənclərimizə doğrudan da, çünki gənclər bizim gələcəyimizdir və bu günləri onların irəli getməyi, onların düşüncələrin belə geniş, qlobal olmalarının və onları alqışlamaq, dəstəkləmək lazımdır həmişə. Bu düşüncələri, fikirləri, çünki bəzən deyirlər ki, gənclərlə işləmək çətindir, gənclər bilədir. Elə deyil. Hər bir insan öz doğduğu mühitin məhsuludur, öz yaşadığı dövrün məhsuludur və təbiidir ki, bizdən sonra gələn nəsil dünyaya baxışı fərqlidir. Ümumiyyətlə, sanki dünyada bir saat vaxt sürətlənibdir və biz buna ayaq uydurmalıyıq və ona görə gənclərimizlə biz onlardan bəlkə yapışmalıyıq ki, onlarla bərabər hərəkət edək. Bu mənim şüarımdır həyatımda və bu layihədə də belə etdim. Kənanla başladıq bu işi görməyə. Əlbəttə, çox böyük uğur gətirdi və bugün səhər mənim bu media işlərlə məşğul olan əməkdaşımız mənə bir şad xəbər dedi ki, Gülstan xanım, sizin bu layihəniz Türkiyədə də çox maraqla qarşılanıb və Qazaxıstanda çox maraqla qarşılanıb və çox bəyənilibdir. Əlbəttə ki, Dahi Üzeyir bəyi gətirmək, bu intellektual bu səhifəyə gətirmək, süni intellektə gətirmək, yəni çox böyük bir məsuliyyət idi ki, ayamandı, bir şey olmasın, ayamandı və burada mən Leyli Məcnunu istifadə etdim, özüm oynadığım və elə oradakı xanım da mən özüməm. Və onu da vurğulayım ki, siz Leyli Məcnunu ilk dəfə elə siz bizim müğənnimiz onu səhnələşdirmişdiniz də, düzdürmü? Mən teatr tariximizdə mən 13-cü Leyliyəm. Opera teatrı tarixində Üzeyir Hacıbəyov 1908-ci ildə səhnəyə qoydu, yanvar ayında və o dövrdən bura çox Leylilər gəlib teatr səhnəsinə və mən onların 13-cüsüyəm. Çox dəyərli sənətkarlarımız, korifeylərimiz həyatdan gediblər. Allah onlara qəni-qənd rəhmət eləsin və onlara baxaraq, onları sevərək biz də gəlmişik. Əlbəttə ki, bizdən sonra da gənclərimiz var və biz onları hər zaman dəstəkləyirik, hər zaman onların yanındayam. Həmişə deyirəm ki, siz ancaq oxuyun. Yetər ki, siz oxuyun, istedadlı olun. Həmişə mən sizin yanınızdayam, arxanızdayam. Və Leyli Məcnunun burada mən görüş səhnəsini, elçilik və toy səhnəsini edə bildik. Yəni, bir neçə ay çəkdi bu da. Bura 4000-dən artıq şəkil istifadə olunmuşdu.
bu çünki orada 5 saniyəlikdir axı. O süni intellekt 5 saniyədən artıq yeni bir fikir vermir. Ancaq ora odaqlanmalısan və bu 5 saniyələri yığmaq çox böyük bir əmək tələb eləyirdi. Mən yenə də təşəkkür edirəm Kənan Əsgərova ki, bu zəhməti çəkdi və Kənan bəy, sizə biz də təşəkkür edirik. Ortaya bir gözəl bir iş çıxartdıq. İnşallah ki, bunu Şərqin Səsi layihəsi adı altında etdim və bu layihəyə inşallah ki, yenə də digər operaları, hansılar ki, mən oxumuşam, ifa etmişəm, onları da daxil edib bir albom şəklinə gətirmək istəyirəm. Bu da yeni nəslə və dünyaya, çünki Azərbaycanda və Şərqdə, dünyada yəni opera olmamışdı süni intellektdə və muğam ümumiyyətlə olmamışdı süni intellektdə. Onu etdik, edə bildik və bu da dünyaya yeni bir mesaj oldu ki, yəni fərqi yoxdur. Sən hansı dünyadasan, Azərbaycanlısan və yaxud da ingilissən və yaxud da russan, yetər ki, sən öz peşəni sev və onu təqdim etməyi bacar. Və doğrudan da mən fikir vermişəm ki, insanlar hansılar ki, öz işinə belə sevərək, Əlbəttə. o belə deyək də, məsuliyyətli, sevərək, o deyir ki, mən işimdə xoşbəxtəm. Bu çox böyük belə gözəl bir sözdür ki, mən işimdə xoşbəxtəm. Və bugün burada əyləşən hər bir xanım, təsadüfən bugün 4 gözəl xanım buradadır. Görürsünüz, təvəzzükarlıqdan uzaq olsun, amma özümü də çox saldıram. Yəni, burada olan xanımlar hər biri işini sevən xanımlardır və işinə çox ciddi və sevgi ilə yanaşırlar və ona görə də uğurlu xanımlardır. Çünki hər işin ən böyük uğuru odur ki, insan sevsin. Mən deyərdim, Gülüstan xanımın yeni layihəsi dünyada səs salacaq. Çünki siz gənc nəsil, hansı ki, hal-hazırda bu süni intellektə üstünlüyü verir, siz o gənc nəsilləri Leyli Məcnunu tanıdırsınız. Onlara bir pəncərə açdım, bəli. Klassikamıza, muğamlarımıza. Bəli, bu çox önəmlidir. Yəni, şərt onda süni intellekt tək onu deyil ki, o müasirdir. Burada ən böyük üstünlük odur ki, biz müasir və kreativ olan və yeni gənclərimizə biz artıq Azərbaycanın o belə də xəzinəsi olan Leyli Məcnun, onu bildiririk. Sizə təşəkkür edirəm, sizə bu yolunuzda uğurlar arzu edirəm. Nurlan xanım, elə istəyirəm ilk bizim bugünkü mövzu ilə bağlı sualı sizə verim. Çünki siz yüzlərlə xanımlarla işləyirsiniz və onları da belə deyək də təbii yolla gözəlləşdirib və cavanlaşdırırsınız və bu günləri sizdən sirlərinizi alacaq. 3 qızıl qayda, təbii yolla cavan və gözəl qalmağın sirləri. Təşəkkür edirəm Şəfa xanım. İlk növbədə mən hər zaman vurğulayıram, bizim daxilimiz bizim güzgümüzdür, yəni aynamızdır. Burada mütləq xanımlar birinci daxil təmizlənməkdən başlamalıdırlar. Yəni bağırsaqların təmizlənməsi. Bu çox vacibdir. Çünki bağırsaqlar nə qədər dolu olsa, toksinlərlə zəngin olsa, o qədər də dəri daha tünd rəngdə görsənəcək. Baxmayaraq ki, başqa bir hansısa prosedurlara müraciət etsələr belə. Bağırsağın təmizlənməsi də ən gözəl vasitə, çünki özüm istifadə eləmişəm həqiqətən. Bu reklam deyil, bu sizin detoks içkilərinizdir ki, mən çox sevirəm. Deyim ki, Nurlan xanım da mənim Şəfalı Həyat Cateringimin detokslarından, yeməklərindən istifadə edib və çox məmnun qalıb, çox sağ olun. Çox məmnunam, həqiqətən təşəkkür edirəm. Hətta 2 dəfə ya 3 dəfə mən o cateringdən istifadə eləmişəm və faydasını çox görmüşəm bu arada. Və pasiyentlarıma düşünmədən məsləhət görürəm. Çünki artıq təsdiqini tapıb. O ilə yanaşı, təbii ki, daxili təmizlənmədən sonra mütləq səthi müdaxilə. Baxın Şəfa xanım, xanımlar 2 litr su içsə də, nə etsə də, səthi müdaxilə düzgün olmasa, məsələn, mən məsləhət görürəm, indi qış fəslidir, NMF, Natural Moistening Factor, təbii uvlajняющий faktorla olan kremlar. Bunlar əsasən üzüm çəkirdəyi yağı ilə olurlar. Bu da çox güclü antioksidantdır. Ümumiyyətlə, kosmetologiyada çox dəyərli bir yağ var, makadamiya yağı. Hansı ki, kremlarda nadir hallarda tapılır. İndi əgər xanımlarımız o yağı tapa bilirlərsə, xaricdən gətirə bilirlərsə, mütləq makadamiya yağının özünü həftədə 2 dəfə axşamlar istifadə eləsinlər. Hətta onu bir dietolog kimi də Nurlan xanım dedi, mən tamamlayım, makadamiya yağı
deməli qozları, onlar ən aşağı kaloriyalıdır və həddən artıq çox deyərdim ki, nömrə 1-dir, vitamin Y ilə zəngindir. Vitamin Y də təbii ki, xanımların dərisinin, daxili üzvlərinin cavan qalmasının birinci növbədə sirridir. Elə ona görə də Nurlan xanım çox gözəl vurğuladı ki, makadamiya yağı dəriyə qəbul etmək. Amma mən də deyərdim ki, gündə 2-3 ədəd səhər yeməyinizdə makadamiya qozu istifadə etsəniz, həm şirniyyat tələbətinizi götürəcək, həm eyni zamanda vitamin Y ilə zəngindir və eyni zamanda onu da vurğulamaq istəyirəm ki, kalorisi çox aşağıdır. Təşəkkür edirəm Nurlan xanım, buyurun, davam edin. Mən təşəkkür edirəm, buyurun. Və eyni zamanda xanımlar var ki, dəriləri qurudur, amma qırışdanır. Bu 40 üzərə, 40 plus yaşlı xanımlar mütləq ev qulluğunda, yəni gecə zamanı bir gündən bir retinoidlardan istifadə eləsinlər, amma yeni nəsil retinollardan. Yəni bildiyimiz bilirsiniz ki, retinol vitamin A-nın xüsusi bir formulasıdır. Biri var retinol, biri var retinoid. Retinolun yeni nəsil kapsulada olmuş retinollardır. Bunlar kremların daxilinə yerləşdirilir və dəriyə çəkəndə, dərinin altında sözün əsl mənasında retinol kapsuladan partlayır. Və bu daha incə müdafiə eləyən retinoldur. Yəni aqressiv retinol deyil. Çünki baxın, elə xanımlar var ki, dəriləri qırmızıdır, kuperozdudur, yəni kuperoz da şaxələnir, bilirsiniz. O dəriyə retinol çəksə xanım, bu fəsad verəcək. Çünki ilk növbədə kuperozu sos terapiya ilə, təcili yardım proqramından bərpa eləmək lazımdır. Orada nə etmək lazımdır? Liposomlar, nanosomlar bu mütləq tərkibdə olmalıdır ki, dərinin epidermis qatını bərpa eləyək. Nurlan xanım, mən anladım. İndi hal-hazırda bizə baxan tamaşaçılar, o retinoldur, artıq mən həkiməm və siz həkimsiz bilirsiniz. Amma hal-hazırda bizi izləyən tamaşaçılar və biz bundan öncə dedik ki, təbii yolla cavan və gözəl qalmanın 3 qızıl qaydası. Bax, o birinci qaydası oldu bağırsağımız. Düzgün çalışması. İkinci yağlardan istifadə etməli. Bu makadamiya yağıdır, vitamin A yağıdır və s. Və üçüncü... Ən əsas günəş qoruyucu krem. SPF-dən mütləq istifadə eləsinlər. Qışda da. Sadəcə, bəli, qışda istifadə eləsinlər. Günəş olmayanda da. Mən istifadə edirəm, məsələn. Günəş qoruyucu krem, Şəfa xanım, tək günəşdən qorumur. Yəni, günəş fotoqocalmanın tək o ilə bitmir. O, eyni zamanda hüceyrələrdə gedən turşulama proseslərində, yəni günəş qoruyucu kremlər mütləqdir. Biri də var müdafiə kremlərdən, düzdür? Bəli, biri də var müdafiə kremlər. Hansın ki, Gülistan xanım vurğuladı. Buna deyirlər zaşitli kremlər. O həmin, bəli, qoruyucu. Onu gündüz istifadə eləyə bilərik. Amma heç bir qoruyucu krem SPF kremin əvəzini verə bilməz. Təşəkkür edirəm Nurlan xanım. Buyurun, biz birazdan sizin o Babyface metodikasını da istəyirəm burada açıqlayaq və hətta mən özüm də sizə müraciət etmişdim. Yüzləri xanımlar da sizə müraciət edib. Birazdan buna da qayıdacaq. İndi isə təbii ki, əgər necə Nurlan xanım çox gözəl vurğuladı ki, birinci növbədə mədə bağırsaq düzgün olmalıdır. Elə mədə bağırsağımız düzgün çalışması üçün hal-hazırda keçirən mətbəxə və tez bir zamanda hasat hazırlanan bir reseptimi sizlə paylaşacağım və ondan sonra da keçəcəyik tənəffüs idmanına elə Gülnar xanımın vasitəsindən. Hal-hazırda dediyim kimi möhtəşəm bir arıqladıcı, eyni zamanda sizi cavan saxlayan, mədə bağırsağınızı bərpa edən və immunitetinizi artıran və ən önəmli odur ki, dərinizi cavanlaşdırıb gözəlləşdirən bir detoksu hazırlayacağım. Diqqətiniz məndə olsun. Burada görürsünüz, çox sadə məhsullardır. Cəfəridir, almadır, kökdür, portaqaldır, sarı kökdür və baldır. Hal-hazırda keçirəm hazırlanmasına. Diqqətiniz məndə olsun. Edirsiniz və sonra mənim Instagram səhifəmə yazırsınız. Özünüzü necə hiss etdiniz mənim möhtəşəm oranj olan detoksumdan sonra.
Artıq detoksumuz hazırdır. Bir daha vurğulayıram. Bu detoksu gündə bir dəfə axşam içə bilərsiniz. Axşam yeməyi əvəzinə içə bilərsiniz. Həm sizi tox tutacaq, həm immunitetinizi artıracaq, həm vitaminlərlə zəngindir. Və tərkibi də bir daha vurğulayıram. Tərkibində yaşıl alma 1/4 isə yarım 1/4 portaqal götürürsünüz. Az miqdarda cəfəri, yarım kök, yarım çay qaşığı sarı kök, bir də 1 çay qaşığı bal. Bu detoksu edirsiniz. Gün ərzində axşam vaxtı içirsiniz, həm toxluq verəcək, həm immunitetinizi artıracaq, həm dərinizi cavanlaşdırıb tərəvətləndirəcək və təbii ki, sizi formada saxlayacaq. Nuş olsun. İndi isə keçid alırıq reklamlara. Reklamlardan sonra yenə də söhbətimiz davam edəcək. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə davam edir. Artıq ikinci həftədir bizdə efirimizdə sual-cavab rubrikamız var və bu günlərdə daha çox sual verirlər mənim Instagram səhifəmə. Ən çox verilən suallardan biri dərman vasitələrindən arıqlama prosesi gələcəkdə hansı fəsada gətirib çıxardır və nə nəticə verir? Bəli, bəzi insanlar deyir ki, bəli, iynə ilə, dərmanla, arıqladıcı vasitələrlə, amma bir daha onu da vurğulamaq istəyirəm. Bütün mənim ətrafım da bilir, pasientlərim də bilir ki, mən ümumiyyətlə arıqladıcı vasitələr, iynələr, bunlar istifadə etmirəm və nəyə görə bunu məsləhət görmürəm? Təbii ki, hər kəsin öz seçimi var, amma mənim seçimim odur ki, bəli, əgər sizdə şəkərli diabet yoxdursa, o bir digər hissədir. Çünki şəkərli diabet olduqda tamamilə başqa müalicədir. Amma əgər sizdə insulin dirəncliyi varsa, artıq kilolardan əziyyət çəkirsiniz, piyələnmə varsa, hipertonik xəstəliklər varsa və ümumiyyətlə illərdir kilo verə bilmirsinizsə, təbii ki, bunun birinci növbədə səbəbi tapmaq lazımdır. Səbəbi tapandan sonra onu aradan götürür. Necə? Sağlam qidalanma ilə, həyat tərzi ilə və onları korreksiya etməklə. Və hal-hazırda çox dəbdə olan arıqladıcı iynə vasitələri haqqında danışmaq istəyirəm. Çünki onun, belə deyək də, görünən tez verən nəticələrlə bərabər, görünməyən sonradan yaranan fəsadları da çoxdur. Hal-hazırda mənə ola bilər, bəzi insanlar izləyəcək, izləyicilər də mənlə kimsə razılaşa bilər, kimsə razılaşa bilməz. Təbii ki, bu sizin öz fikrinizdir, amma bir mütəxəssis kimi mən öz fikrimi bildirmək istəyirəm ki, əgər bir insan tez bir zamanda sürətli şəkildə arıqladıcı iynələrlə və vasitələrlə arıqlayırsa, o zaman insanın birinci növbədə sistemində pozulma baş verir. Əsasən də mədə-bağırsaq sistemində. Bundan öncədən Nurlan xanım da vurğuladı ki, bizim mədə-bağırsaq sistemimiz hər şeyi idarə edəndir. Əgər sizin mədə-bağırsağınızda normal çalışma düzgün deyilsə və orada problemlər varsa və siz fikirləşirsiniz tək idman iynə ilə və arıqladıcı dərmanlarla bunu arada götürəcəksə, təbii ki, bu yanlış bir fikirdir. Mədə-bağırsaqda olan problemləri aradan götürürük. Onunla bərabər sağlam qidalanma. Sağlam qidalanma sizin həyat tərziniz olmalıdır. Sağlam həyat tərzi idmandır və yürüyüşdür və s. Bunlar da sizin bir həyat tərzinizə çevrilməlidir. Amma arıqladıcı dərmanlar və vasitələr nə edirlər? Sizi bir alladıcı bir effekt verirlər. Bəli, biz bir aya 10 kilo da verə bilərsiniz, 15 kilo da verə bilərsiniz. Amma siz burada qida, mən hər zaman deyirəm, insan yeyərək kilolardan azad olmalıdır. Ac qalaraq yox, kaloriyaları kəsərək yox. Çünki sonra siz 10 kilo da
da verdiniz, 15 kilo da verdiniz bu vasitələrlə. Sonra yeməyə keçdikdən sonra yenə də çəki geri qayıdacaq və ən önəmli odur ki, xanımlarda da daha çox bununla rastlaşıram ki, dərilərində sallanma, dərilərində boşalma olur. Nəyə görə? Çünki əzələ kütləsinin itkisi olur. Və hal-hazırda bilirsiniz ki, dünyada o qədər xəstəliklər, bilinən və bilinməyən xəstəliklər var və dünyada deyərdim ki, ikinci yerdədir onkoloji xəstəliklərin yaranması, istəyər cavanlarda, istəyər yaşlılarda, istəyər bəylərdə, istəyər xanımlarda və ona görə də təbii ki, mən hər zaman, necə ki, Nurlan xanım deyir ki, təbii yolla cavanlaşma və gözəl qalma, mən də hər zaman deyirəm ki, nə edirsiniz, edin, təbii yolla kilolardan azad olun, təbii yolla o bədəninizi formaya salın, təbii yolla, ən düzgün yolla elə siz də gözəl formanızı əldə edə bilərsiniz. Fikirləşməyin ki, bu çətindir, əksinə çox çətin və fəsadsız olan yalnız və yalnız düzgün arıqlamanın yolu sağlam qidalanma, idman və düşüncələrimizi sağlam və düzgün etməkdir. Odur ki, mən bir həkim diyetolog kimi bu sualınıza düşünürəm ki, kifayət qədər cavablandıra bildim. Yenə də suallarınızı Instagram səhifəmdə gözləyirəm. Növbəti efirdə də digər sualları işıqlandıracağım. Bəli, ən düzgün yol formada qalmağın hər zaman sağlam qidalanmaq, idman və düşüncələrimizi sağlam etmək və təbii ki, bununla da bağlı bu yaxınlardan bizim Şəfalı Həyat Coffee and Healthy Food'da gözəl bir köhnə yeni ili keçirdi. Təbii ki, köhnə yeni il bu bir səbəb idi, bu bir bəhanə idi. Amma önəmli odur ki, biz orada maarifləndirici seminarlar keçirdik, məlumatlar verdik və insanlara sağlam qidalanmanı öyrətdik. Necə ki, bugün studiyamıza da elə Şəfalı Həyat cateringindən bizə belə bir dietik keks də göndərilib. Təşəkkür edirəm, əllərinizə sağlıq. Sağ olsun bizim şeflərimiz. Və bu yaxınlardan keçirilən bizim tədbirimizdə bizim gözəl əməkdar Artemis Gülüstan xanım orada iştirak elədi. Gözəl ifalarla, gözəl söhbətlərinlə, Gülüstan xanımın gözəl ifalarına feyziyab etdilər və məmnun qaldılar. Elə istəyirəm onlardan da bir neçə kadrlar hal-hazırda elə efirdə geçsin. Çünki doğrudan da çox möhtəşəm bir toplantı idi. Gözəl iş xanımları, ev xanımları fərqi yoxdur. Əsas odur ki, xanımlar bir arada gözəl söhbətlər etdik. Deyirsiniz mi Gülüstan xanım? Gülüstan xanım da gözəl ifalarından, o təşəkkür mahnımız üçün də hamının ürəyi gedir də. Hər Ümumiyyətlə, ifa edərəm belə burada da bugün. Elə istəyirəm ki, elə həmən görüntüləri də bir izləyək, hal-hazırda studiyaya verək. Orada gözəl bir tədbirimizdən kadrlar geçsin. Mən buradan bütün mənim Şəfalı Həyat Klub iştirakçılarıma da təşəkkür edirəm ki, hər zaman mənimləsin. Və başda da təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'a buradan təşəkkür edirəm ki, bizə bu tədbiri keçirməyə dəstək oldular. Və o da nəzərinizə çatdırım ki, Şəfalı Həyat Coffee and Healthy Food'un özəlliyi odur ki, biz orada sağlam qidalanırıq, gözəl taamlardan, desertlərdən, şirinyatlardan yeyirik, isti yeməklər, kofelərdən içirik. Onu da nəzərinizə çatdırım ki, hal-hazırda Şəfalı Həyat Coffee and Healthy Food'da müxtəlif aksiyalar keçirilir. Onu da istəyirəm vurğulamaq. Mənim əzizlərim, gedirsiniz, 2 dənə gözəl bizim desertimizi alırsınız, ekskluziv, mənim reseptimlə hazırlamış müxtəlif çaylarımızdan istifadə edirsiniz. Eyni zamanda 2 gözəl bizim ekskluziv kofemizdən içirsiniz və möhtəşəm dietik kruasandan yeyirsiniz. Və onu da nəzərinizə çatdırım ki, iş adamları, ofisdə çalışan insanlar, vaxtı yoxdur yemək hazırlamağa. Bizim biznes lançlarımız var, möhtəşəmdir, dadından doymaq olmur. Bu yaxınlarda da Instagram səhifəmdə paylaşdım. Hamı mənə deyir, gəldilər, o qədər məmnun qaldılar. Qiyməti də çox münasib, 9, 11, 13 manatdır. Müxtəlif, yəni seçimdən asılı olaraq yeyirsiniz, doyursunuz və ən önəmli odur ki, doyursunuz, amma formada qalırsınız. Odur ki, sizi də dəvət edirəm. Ünvan Nizami küçəsi 221C Şəfalı Həyat Coffee and Healthy Food'da hər birinizi sevə-sevə gözləyirik. Və yeri gəlmişkən buradan Şəfalı Həyat Coffee and Healthy Food'la bərabər Şəfalı cateringimizə də təşəkkür edirəm ki, bizə belə gözəl desertlər, hal-hazırda elə keksi də hədiyyə etdi studiyamıza. Bura Şəfalı Həyat Cafe and Healthy mərkəzdir, mən deyərdim. Niyə? Bildiyiniz kimi ARV kanalımızda Şəfalı Həyat verilişi var və hər birimiz oradan hər gün yaxşı mənada qidalanırıq. Öz biliklərimizi artırırıq, həyat haqqında, gözəllik haqqında, sağlamlıq haqqında. Bax, bu gözəl məkanı sizlər üçün açmışıq, əzizlərim, və hər birinizi burada gözləyirəm. Bizi bizdən yaşananlarımızdır, itib dünəndə qalanlarımızdır.
düşmən, yarı dost olanlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizi edən eşq acılarımızdı. Saxta və yalan baş tacılarımızdı. Az güldürüb çox ağladan adamlarımızdı. Bizdən onlara bir təşəkkür. Bugün güzel hanımlarla beraber biz Şəfalı Həyat Coffee and Healthy Food'da toplandık ve Şəfalı Həyat veriliş olarak biz yüzlerle, minlerle insanları kütləvi şekilde marifləndirməklə beraber eyni zamanda bizim Şəfalı Həyat Coffee and Healthy Food'da özel olarak onları belə deyək də marifləndiririk, sağlam qidalanmağı öyrədirik. Eyni zamanda burada insanlar gəlir, gözəl musiqini, gözəl müğənnilərimizin gözəl ifalarını dinləyirlər, gözəl tanışdıqlar. Hər zaman mən deyirəm ki, Şəfalı Həyat yalnız qidalanma deyil, Şəfalı Həyat bizim ətrafımızdır, dostlarımızdır, qidalarımızdır və təbii ki, düşüncələrimizdir. Odur ki, hər bir bizi Şəfalı Həyat Coffee and Healthy Food məkanımıza dəvət edirəm. Siz də bizim tədbirlərimizdə iştirak edin. Siz də bizim gəlin burada master klasslarımızda, seminarlarımızda iştirak edin. Odur ki, hər bir bizə buradan nə şəfalı həyat arzu edirəm. İndi isə istəyirəm artıq görüntüləri gördük. İndi isə istəyirəm Gülüstan xanım öz gözəl o ifalarını, canlı ifasıyla hal-hazırda elə studiyamızda musiqisini, gözəl ifasını davam etsin. Bizi edən yaşananlarımızdı. İtib dünəndə qalanlarımızdı. Yarı düşmən, yarı dost olanlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizim üçün gələnlər yadlara yar oldular. Sevilmək, sevməkdən gözəldir, öyrəndik. Gələnlər xoşbəxt edəcəkdilər, boşuna yordular. Hər can deyəndən can olmaz, öyrəndik. İnanmaqdır səhvimiz, zəiflikdir əhvimiz. Biz elə bildik, birincidir şərəfimiz. Bizi edən eşq acılarımızdı. Saxta və yalan baş tacılarımızdı. Az güldürüb çox ağladan adamlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizi edən yaşananlarımızdı. İtib dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizim üçün gələnlər yadlara yar oldular. Sevilmək, sevməkdən gözəldir, öyrəndik. Gələnlər xoşbəxt edəcəkdilər, boşuna yordular. Hər can deyəndən can olmaz, öyrəndik. İnanmaqdır səhvimiz, zəiflikdir əhvimiz. Biz elə bildik, birincidir şərəfimiz. Bizi edən eşq acılarımızdı. Saxta və yalan baş tacılarımızdı. Az güldürüb çox ağladan adamlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizi edən yaşananlarımızdı. İtib dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizi edən yaşananlarımızdı. İtib dünəndə qalanlarımızdı. Yarı düşmən, yarı dost olanlarımızdı. Bizdən onlara bir təşəkkür. Bizi edən eşq acılarımızdı. Saxta və yalan baş tacılarımızdı. Az güldürüb çox ağladan adamlarımızdı. Bizdən onlara bir təşəkkür.
Təşəkkür edirəm Gülüstan xanım. Təşəkkür edirəm. Və bundan öncə də vurğuladığımız kimi cavan və gözəl qalmağın sirləri və limfatik sistemin düzgün çalışması, necə ki, üz deməli texnikalarını Nurlana xanım bugün sirlərini paylaşdı. Təbii ki, mən də öz reseptlərimi paylaşdım və Gülnar xanım bugün studiyamızın qonağı, pilates üzrə mütəxəssis, məşqçi Gülnar xanım Əliyeva bugün düzgün tənəffüs almanın üsullarını göstərəcək və nəyə görə bu çox vacibdir? Buyurun Gülnar xanım. Nəfəs ümumiyyətlə pilates hərəkətlərində çox vacib olan prinsiplərdən biridir, ən əsas prinsiplərindən biridir. Nəfəsin mahiyyəti nədən ibarətdir? Hərəkət zamanı hərəkəti daha rahat etməyimizə kömək edir. Hərəkətin axıcılığını təmin edir. Və ən əsası da bizim dərin əzəllərimiz, hansı ki, ancaq xüsusi nəfəs texnikasına və xüsusi pozisiyalar zamanı çalışır. Elə göstərə-göstərə danışaq, olarmı? Bəli, müxtəlif elə dəniz xanım üzərində göstərək. Uzanlıq birinci. Bel üstündə uzanaq. Deməli, bu nə üçündür və bu nə verir bizə? İstəyirəm onu da, hal-hazırda bizi izləyən yüzlərlə xanımlar var və insanlar var. Siz də bunu edə bilərsiniz. Gündə 5 dəqiqə, neçə dəqiqə etsinlər bu texnikaları? 5-10 dəqiqə edə bilərlər. 5-10 dəqiqə günün birinci yarısı, yoxsa fərqi yoxdur? Əlbəttə ki, günün birinci yarısında çox önəmlidir. Deməli, günün birinci yarısında durursunuz, bizi xatırlayırsınız və bu bizim texnikalarımızı siz də edirsiniz. Necə ki, Nurlana xanım öz məsləhətlərini paylaşdı. Gülüstan xanımın gözəl ifalarına qulaq asırsınız. Mənim o detoksumdan içirsiniz və Gülnar xanımın bu texnikasını siz də gündə 5-10 dəqiqə günün səhər etsində çatdıra bilmirsiniz, eybi yoxdur, axşam da eləyə bilərsiniz. Əsas odur ki, edin və keçdik. Mən yanında əyləşəcəm, təbii ki. Əllərimizi qoyuruq qaburğalar. Bunu ayaq üstündə də təbii ki, icra eləyə bilərlər. İlk öncə qaburğaların, onu vurğulamaq istəyirəm ki, nəfəsin müxtəlif texnikaları var. Kostal nəfəs, diafraqmal nəfəs, yəni yan bir tərəfli nəfəs. Hal-hazırda biz əlimizi yerləşdiririk qaburğaların üstünə. Hal-hazırda diafraqmal nəfəs edirik. Qaburğa nəfəsi deyirik, kostal nəfəs. Nəfəs alarkən niyə əllərimizi yerləşdiririk? Çünki qaburğaların nəfəs alarkən yanlara doğru genişlədiyini hiss etmək. Ayaq üstə də olar, Gülnar xanım? Təbii. Mən də ayaq üstə eləyim. Siz uzanıq, mən də ayaq üstə eləyəcəm. Nəfəs alırıq, yəni sinəni şişirtmədən qaburğaları yanlara doğru genişlədiyini hiss edirik. Nəfəs bir neçə dəfə burada nəfəs alıb veririk. Burnumuzdan nəfəsi alıb, ağzımızdan nəfəsi veririk. Sinəmizi şişirtmədən dərinə nəfəs aldıq və nəfəsi veririk. Hətta hərəkət, nəfəs alıb verdiyimiz zaman gözümüzü də yuma bilərik. Hiss etməyimiz üçün dərin nəfəs alarkən qaburğaların oksigeni alt hissəsinə dərinliklərə ötürək. İndi isə qolları yuxarıya doğru qaldırırıq. Tavana doğru, ovuc içini aşağıya doğru baxır. Mən belə qaldırım, belə qaldırım. Yox, önə doğru uzadın. Bəli. Ovuc içini bir-birinə də baxa bilər, yuxarı önə doğru da baxa bilər, siz önü bir-birinə baxsın. Nəfəs alarkən qolları tavana doğru uzadırıq, kürək sümüklərini bir-birindən uzaqlaşdırırıq və nəfəs verərkən yaxınlaşdırırıq. Hərəkət zamanı mütləq qaburğalar bağlı vəziyyətdə olmalıdır. Alarkən genişləndiririk. Nəfəs alaraq qolları önə doğru uzadırıq, kürək sümükləri bir-birinə yaxınlaşdırırıq, verərkən arxaya doğru. Yenidən nəfəs al. Baxam, siz də eləyə bilərsiniz. Gəlin, hamımız eləyək. Gülüstan xanım da eləyir, mən də. Bu bir masaj effekti verir hətta. Kürək, oturaq hətta həyat, daha doğrusu oturaq. Verişdən çıxandan sonra hamımız cavanlaşacaq. Oturaq işdə işləyənlər üçün qamətlərində kürək ağrıları bağlayır. Bəli. Saxladıq. Nəfəs alarkən qolları arxaya doğru apardıq və dairə çəkərək geriyə doğru, çanağımıza doğru yaxınlaşdırırıq. Nəfəs alarkən sadə hərəkətlərdir. Çox sadədir, amma çox effektivdir, onu da deyim. Düşünməyin ki, belədir, nədir, əllərini qaldırdılar, əllərini fırlatdılar, amma doğrudan çox effektivdir. Əllər aşağıya doğru gələndə gövdənin üst hissəsini yerdən qaldırırıq, verdik. Yenidən nəfəs aldıq, nəfəs veririk, aşağıya doğru endiririk qolları. Burada qarın əzəllərimizi də çalışdırırıq. Son 2 dəfə də edirik. Maksimum 10 saya qədər hərəkəti təkrarlasınlar. Və sonuncu
Tamam. Gülnar xanım, sizə təşəkkür edirəm. Dəniz xanım, siz də dura bilərsiniz. Təşəkkür edirəm. Və bu hal-hazırda bizi izləyən evdar xanımlar var ki, hansılar ki, pilates məşqinə gələ bilmirlər, zallara gedə bilmirlər. Bəlkə kimisi evdə kiçik uşağı var, evladı var. Yəni, gedə bilmirsinizsə, heç bir şey, yəni buna gördünüz ki, nə alət lazım deyil. Düzdürmü Gülnar xanım? Sadə, amma çox effektiv hərəkətlər. Gündə 5-10 dəqiqə gelirsiniz, günün birinci ya ikinci yarısında cəmi 4 hərəkət. Təbii ki, izləyərsiniz efirimizdə, tapa bilməsəniz, izləyə bilməyən insanlar YouTube kanalında da Şəfalı Həyat verilişini yazırsınız və orada bizim idmanımızı da görürsünüz. Bugünkü qonaqlarıma dərin təşəkkürümü bildirmək istəyirəm. Nurlan xanım, sizə təşəkkür edirəm ki, bugün gəldiniz, dəyərli məsləhətlərinizi bizlə paylaşdınız. Mən təşəkkür edirəm Şəfa xanım, dəvətiniz üçün çox xoş oldu və burada özüm üçün Pilatesin məşqlərini yenidən kəşf elədim. Təşəkkür edirəm. İnşallah növbəti efirlərdə görüşmək ümidi ilə. Gülnar xanım, sizə də təşəkkür edirəm bir daha və istəyirəm artıq verilişimiz sona çatır. Mənim əzizlərim, düşünürəm ki, bugün efirə baxdınız və buradan kifayət qədər dolu faydalı məsləhətlərimizi aldınız və verilişimizin sonunda təbii ki, bizim gözəlimiz, əzizimiz, sevimlimiz Gülüstan xanımın gözəl ifasından bugünkü verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın. Hər bazar günü saat 2-də ARB kanalında görüşmək ümidi ilə. Yollar səni gətirsin mənə, gözlərimdə işıq var sənə. Qoy səslənsin zurna davul, bu məhəbbət toydu könlümə. Sən güləndə könlüm açılar, bahar kimi içim saçılar. Bir qucaqla dünya dəyişər, sən varsan hər şey yaraşar. Gəl bir ömür yanında qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Gəl bir ömür yanında qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Sən güləndə könlüm açılar, bahar kimi içim saçılar. Bir qucaqla dünya dəyişər, sən varsan hər şey yaraşar. Gəl bir ömür yanında qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Gəl bir ömür yanında qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Gəl bir ömür yanımda qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Gəl bir ömür yanımda qal, qəm yox sevgi dolsun bu hal. Söz ver mənə ayrılıq olmaz, həyat bizlə gülər hər an. Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu ilə bitdi.